Salam değerli izleyicilerim. Özüm Ayov'un alça turşusu hazırladım. Onun için bize lazım oldu 800 gramlı balonlarda, bankalarda temiz yulmuş, yaşıl, temiz, bərk alça. Bir çay kaşığı şüy toxumu, bir xörək kaşığı siləmə, duz, iri duz, bir siləmə də sirkə. Alma sirkəsi elədim mən. Kim istəsə alma sirkəsi də eləyə bilər. Üzüm sirkəsi ilə də hazırlaya bilər. Elə də belə də çox yaxşı olur. Mən keçən il hazırlamışdım. Ərimə zadda olmadı. Necə təzə qoymuşdum, eləcə də bərk qalmışdı. Çox da dadlı olmuşdu. Bir siləmə duz elədim üzərinə. Bir siləmə nane qurusu. Bir siləmə sirkə. 5 ədəd də yumru istiyot. Üzərinə çıxana qədər qaynar su tökdüm. Qaynar olmalıdır. Sonra ağzını bağladım. Örtdüm. 5-10 dəqiqə dəsmalla örtürsən qalır. Bankanın qapaqları ortası çökürsə, onda heç vaxt atmır. Həm də çox qəşəng qalır. Qaynar tökəndə suyunu eləcə möhkəm tutun. Havada girmir, yumşalmır da. Yumşalmaq əslində hava girməkdən deyil, ərzaqlarını düz qoymayanda, bir də şirin alça olmayanda. Turşu alça, yaşıl alça olmalıdır. Onlar ərimir, yaşı da qalır. Hazırlayan hər kəsə nuş olsun. Mövsümüdür. Hər kəs hazırlasa peşman olmaz. Yemək yanında istədiyi ürəyin istəyən insana hər vaxt istifadə edə bilərlər. Like atmağı, abunə olmağı da unutmayın əziz izləyicilərim.